necədir? Bənövşə, bax, gör nə qəşəngdir. Sənə yaraşar, bəlkə bunu alasan. Yox, bu nə paltardır? Mənim zövqümdə deyil. Niyə? Qəşəngdir axı. Niyə bayaqdan elə baxırsan? Elə bil belə paltar görməmsən. Qəşəngdir axı. Yox, fikirləşirəm ki, görəsən bunu kim alar? 187 manatdır. Nə olsun ki, qəşəng, həm də keyfiyyətli qəşəngdir, qiyməti də əla. Deyirəm, qızlar, bəlkə bugün axşam yığışaq, nə vaxt bir yerdə oturmuruq? Əla fikirdir, elə mən də onu deyəcəkdim. Bu dəfə Bənövşə gilə yığışaq. Hər dəfə deyirik, amma geyib çıxa bilmirik. Hə, nə deyirsən Bənövşə? Bugün sizə gələk? Deyəsən Bənövşə bizi evlərinə aparmaq istəmir. Biz danışırıq, o sakit durur. Adam deyər, gəlin, xoş gəlirsiniz. Yox, elə fikirləşirəm ki, həmişə evdə otururuq da. İndi biraz açıq havada, kafedə, parkda oturaq, parkda. Park? Sən ciddisən? Restoran desəydi deyərdim, hə. Yəni, Restoran? nə olub, nəsə problem var? Yox, nə problem, heç bir problem yoxdur. Sadəcə dəqiqləşdirmək istəyirdim. Yaxşı, onda dəqiqləşdirdik.